Bir müddət əvvəl Bakının Şüvalan qəsəbəsində 3 polisin ölümü ilə nəticələnən hadisə ölkə mediasının gündəmini zəbt etdi. YAP rejiminin bu hadisədən qorxuya düşdüyü açıq-aydın müşahidə edilir. Əvvəlki videolarda qeyd etdiyimiz kimi, əgər bir hadisə barədə kifayət qədər məlumatımız yoxdursa, həmin hadisənin cəmiyyətə necə təqdim edilməsi, hadisədən kimin daha çox xeyir qazanması və bir çox digər ipucularla məsələni anlamaq mümkün olur. Əvvəlcə hadisənin ictimaiyyətə necə təqdim edilməsinə diqqət yetirək. Polis əməkdaşlarına mane olmaq məqsədi ilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib. Hadisə zamanı Rövşənin ailə üzvlərini önə verdiyi qeyd edilir. Baku TV-nin videosunda isə Rövşənin anasını qabağa verdiyi deyilir. Anasını sipər edərək polis əməkdaşlarına silahlı müqavimət göstərib. Bu polis orqanları tərəfindən bilərəkdən uydurulmuş qarayaxmadır. Hamı bilir ki, Azərbaycan xalqının mentalitetində bir kişinin qadın arxasında gizlənməsi onun üçün rüsvayçı haldır. Əgər bu qadın onun anasıdırsa, məsələ lap ciddiləşir. Polis orqanlarının yaydığı bu məlumat xalq arasında Rövşənin güya ana arxasında gizlənən bir kişi kimi təqdim edilməsinə hesablanıb. Halbuki hər kəsə bəllidir ki, 3 polisi cəzalandıracaq qədər cəsarətli bir oğlun anasını polis qabağına verməsi mümkün deyil. Çox keçmədən bu yalan elə Əliyevin öz mediaları tərəfindən ifşa edildi. Bu videoya diqqət edin. Və o paltarını dəyişmək adı ilə mənzilə daxil olub və daha sonra ov silahı ilə yenidən çölə çıxıb və polis əməkdaşlarını da elə qətlə yetirib. Gördüyünüz kimi, bu video xəbərdə Rövşənin paltar dəyişmək adı ilə evə daxil olduğu deyilir. Hadisənin təfərrüatları barədə iki ziddiyyətli versiya artıq hər şeyi bəlli edir. Sözsüz ki, bu cür yalan və böhtanlar bizə heç də təəccüblü gəlmir. 5000-ə yaxın dindarın cibinə narkotik atan bir tayfanın belə yalan uydurması qəribə deyil. Rövşənin cəmiyyətə bu cür təqdim edilməsinin səbəbi açıq-aşkardır. Əliyev rejimi Azərbaycan xalqının polislərə necə nifrətlə yanaşdığını çox gözəl bilir. Əbəs yerə deyil ki, ta qədimdən xalqımız polis tayfasına xüsusi ad verib. Hakimiyyət polis qətlinin adətə çevrilməsindən qorxduğu üçün polis öldürən hər kəsi cəmiyyətə şərəfsiz və ləyaqətsiz biri kimi təqdim etməyə çalışır. Bəli, doğru eşitdiniz. Hakimiyyət xalq arasında polis öldürmək adətinin yaranmasından qorxur. Polis tayfasının Rövşən barədə şər və böhtanları bununla bitmir. Növbəti videoya diqqət edək. Hadisəni eşitmişsiniz, bilirsiniz. Mən burada yaşamışam, bəli. Və bu məhəllədə mən dəfələrlə olmuşam. Müsahibə verən şəxsin bu ərazidə yaşadığı halda burada dəfələrlə olmasını iddia etməsi məsələnin quraşdırma olduğunu açıq-aydın göstərir. İnsanın yaşadığı yerdə bir neçə dəfə olması gülünc fikirdir. Polis formasında olmasa da polis xislətli olan bu şəxs Rövşəni vəzifəli bir adama xəyanət etməkdə ittiham edir. Dedim ki, imkanlı bir şəxsin adamı ona özünə işçi kimi cəlb eləyib götürüb işə. O işi davirət eləyib onu, hər bir şeyimi, öz əmlakınız adını davirət eləyib, onun həmən o vəzifəli şəxsinin adını çəkmirəm, onun küllü miqdardan pulunu mənimsiləyib, seyfədən küllü miqdardan pulunu oğramışdı. Elə danışırlar ki, güya xalq vəzifəli şəxsləri tanımır. Hər kəsə bəllidir ki, Azərbaycanda məmur və vəzifəli şəxslər xalqdan oğurladığı pullar hesabına özlərinə və ailələrinə lüks həyat qurublar. Kişi qiyafəsində görünən bu şəxsin iddiasına görə vəzifəli şəxs Rövşənə var-dövlətini etibar edib. Rövşən isə bu yaxşılığın qarşılığında onun pulunu oğurlayıb. Necə də gülməli tamaşadır. Oğrunu doğru, doğrunu isə oğru kimi göstərmək bu hakimiyyətin köhnə adətidir. Bu ləyaqətsiz şəxs Rövşənin özünü qaralamaqla kifayətlənməyərək atasını da bu məsələyə qatır. Özü atası da içkili adam idi, gənc vaxtından içirdi. Deməli, xalqın pulunu oğurlayıb özünə şərait quran maşennik deyil, amma 3 polisi cəzalandıran cəsarətli oğul isə maşennikdir. Əliyev rejiminin və onun yiyəsiz polislərinin bu hadisədən nə qədər qorxuya düşdüyü göz qabağındadır. Rövşənin barəsində qalmayan böhtanları yağdırmaqla özlərini huri mələk kimi göstərməyə çalışırlar. Kim bilir, bəlkə polislər Rövşənin anasına hörmətsizlik etdiklərinə görə Rövşən silaha əl atıb.
Sizin hakkınız yoktur. Yok Allah yok. Siz ne kaçsınız? Sen Qanunla eləyirlər mi? kanunla belə şey olur. Heç kəs deyə bilməz ki, polis tayfası belə bir iş görməz. Onlar indiyə qədər dəfələrlə bu iyrənc və namərd işə əl atıblar. Bu kadrlara diqqətlə baxın. Gördüyünüz kimi, Azərbaycan polisi qadına qarşı vəhşicəsinə rəftar edəcək qədər namərddir. Görünür, evdə öz analarına qarşı necə rəftar edirlərsə, küçədə də xalqın anasına qarşı o cür rəftar edirlər. İndi gəlmişsiniz kuzum bak doğuşansın doğuşan. Doğuşan. Sen elinde doğuşan. Doğuşan. Odur ki, bu tayfanın Rövşənin anasına qarşı hörmətsiz rəftar edə biləcəyi təkzib olunmaz versiyadır. Polislərin məzlum və mələk qismində göstərmək üçün uydurduqları digər bir yalan isə polis serjantı Mahir Ağayevin 10 gün sonra toyunun olacağı məsələsidir. Onlardan Mahir Ağayevin 10 gün sonra toyu olacaqmış. Bu barədə də elə hadisə yerinə gəldikdən sonra xəbər tutduq. Ay şair də yaxşıdır. Xalqimin toy kimi bir adəti var. Onlar xalqın həssas yanaşdığı toy məsələsini bilərəkdən qeyd etməklə Rövşəni söyüş və qarğış yiyəsi etmək istəyirdilər. Bəs görək Mahir Ağayevin atası bu barədə nə deyir? 4-5 aydan sonra xeyirişimiz vardı. Bir il nişanlıydı. Gördüyünüz kimi, Mahir Ağayevin atası təxminən 4-5 aya toyun olacağı ehtimalını səsləndirir. Media isə Mahir Ağayevin 10 gündən sonra toyunun olacağını qətiyyətlə qeyd edir. Bu da xalqı məsələyə daha həssas etmək və Rövşənə qarşı kin yaratmaq üçün növbəti yalan. Polisin məclis və dəfn mərasimindən hazırlanan reportaj da diqqətimizi çəkməyə bilməzdi. Jurnalistin rola girməsi, hansı ki bir neçə aydan sonra toyu olacaq. jurnalistin ölən polisin anasının ayağının altında oturması, və atası danışarkən af-uf etməsi xüsusi hesablanmış taktikadır. Sorğu görsələr də mənə bildim işlər keçir. Onlar bu cür tamaşalarla polisi məzlum, Rövşəni isə qaniçən kimi tanıtdırmağa çalışırlar. Biz polis valideynlərini başa düşürük. Mərd və ya namərd yaşamasından asılı olmayaraq hər bir valideyn üçün balası əzizdir. Amma jurnalistin sifarişli şəkildə rola girməsi əvvəlcədən ölçülüb biçilmiş gedişdir. Görəsən bu jurnalist bircə dəfə çarəsizlikdən özünü yandıran qazilərin anasının ayağı altında oturubmu? Qeyd edək ki, Şüvalan qəsəbəsi Xəzər rayonu ərazisində yerləşir. Xəzər rayon polis idarəsini tanıtdırmağa isə zənnimizcə ehtiyac yoxdur. Bu həmin idarədir ki, orada dindarlara qarşı qeyri-etik və vəhşicəsinə rəftar olunmuşdu. Gördüyünüz kimi, Azərbaycan qadınına əl qaldırmaq, qeyri-etik rəftar etmək bu tayfa üçün su içmək kimi asandır. İlham Əliyev polis qüvvələrinin şəxsi ordusu, yəni şillə vuranı kimi istifadə edir. Bir nəfər də olsun, polis orqanlarının əməkdaşları cəzalandırılmayacaq. Narkotiklə şərləyib həbs etdiyiniz dindar ailələrin ahı gec-tez sizi tutacaq. Bu tayfa üçün üzə durmaq, şər atmaq, ailə başçısını günahsız yerə həbs edib ailəsinə ac, uşaqlarını atasız qoymaq adi haldır. Bir sözlə polis tayfası üçün bu həyatda qırmızı xətt yoxdur. Onlar rəisi razı salmaqdan ötürü bazarda yumurta satan qadını tapdalaya, kişiləri şərləyib ailələrini başsız qoya və hətta efir səbəbi ilə digər qeyd edə bilmədiyimiz işlərə də əl ata bilərlər. Özünüzü, ailənizi və övladlarınızı bu tayfanın şərrindən qoruyun. Qeyrətli Rövşən qardaşımıza Allahdan rəhmət diləyirik. Rövşən sübut etdi ki, Azərbaycanda qeyrətli oğullar var və belə oğullar olduqca YAP rejiminin yuxusu ərşə çəkiləcək. Xalq bu cür qəhrəmanlarını heç vaxt unutmayacaq.